На какие вопросы можно найти ответ в tексте? Mətnimizdə 2025-ci ildə Aleksandriya sahillərində tapılan qədim Misrə aid olan gəzinti qayığı haqqında ətraflı məlumat verilir. Bu qayıq Antirodos adlı batmış bir adanın sahillərində tapılmışdır. Həmin ada Aleksandriya limanının tərkibinə daxildir. Qayığın uzunluğu 35 metr və alimlər belə təxmin etmişlər ki, bu qayığı idarə etmək üçün 20 nəfərdən çox avarçı gərəkirmiş. Qayığın göyərtəsində müxtəlif qədim dövrə aid olan süs əşyaları və qədim əl işləri tapılmışdır və burada cəhcəlallı qayıqların qalıqları da qalmışdı. Həmçinin bir çox alimlər deyirlər ki, belə qayıqların adları qədim dünyaya aid olan müəlliflərin əsərlərində tez-tez adları çəkilmişdi və tapılan əsər də qədim tarixçi Strabona aid əsərlərdə adı tapılmışdı, tapılan qayığında. Və bu qazıntılar Avropa Yeraltı Arxeologiya İnstitutunun alimləri tərəfindən aparılmışdır və UNESCO-nun tövsiyələrinə görə bu qayığın qalıqları dənizin dibində qalınması haqqında, orada qalması haqqında belə bir qərar verilmişdir. Və suallara, mətnimizdə cavabı olan sualımız, birinci sualımız, в связи с чем решили оставить на дне моря обломки найденного судна və dördüncü, в какие годы греческий историк Strabon приезжал в Александрию variantlarını seçirik.